Salam, kanalıma hoş geldiniz. Bugün ben size çok tatlı sarımsaklı meze hazırlayacağım. Bunun için bize lazım olacak 3 baş sarımsak. Bunları belə təmizləyirəm və əlavə edirəm tavaya. Üzərinə duru yağ, zeytun yağı fərq etmir. Hardasa 2-3 xörək qaşığı əlavə edirsiniz. Və 2 xörək qaşığı küncüt. Bunu da əlavə edib qarışdırırsınız və sarımsaqlar qızarana kimi qızartırsınız belə. Baxın, sarımsaq yanmasın, karamelizə olsun. Artıq hazırdır. Qoyuram biraz soyusun qıraqda. İndi isə bir qaba 3 xörək qaşığı qatıq və bir dəstə göyərti. Fərqi yoxdur, hansı göyərtidən istəsəz əlavə eləyə bilərsiniz. Bunları belə qarışdırıram. Sonra isə üzərinə bayaq hazırladığım sarımsağı əlavə eləyirəm. Üzərinə isə zövqə görə duz, istiot əlavə edib çəngəllə əzirsiniz. Çox dadlı bir məzə alınır. Püre kartuşkanın yanına da qoya bilərsiniz. Qızardılmış çörəklə də yeyə bilərsiniz. Yəni bu hər bir şeylə gedir. Çox dadlıdır və çox asan hazırlanır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və mənə dəstək çıxmağı unutmayın. Çox sağ olun.